ətirli gül dərmişəm, qohum, qardaş nə lazım, yarımı bəyənmişəm. Əziz dostlar, dəyərli yoldaşlar, biz məclisin elə bir məqamına gəldik ki, indi Azərbaycan Respublikasının Ailə Məcəlləsi adından Orucəli bəy ilə Çinarə xanımın birgə nikahının elan olunması mən tərəfdən təqdim olacaq. Təntənəli bir şəkildə və daha sonra siz adət-ənənəmizə uyğun olaraq üzük taxma mərasimini görəcəksiniz. Gəldim, suyundan içdim gəldim, gözəllərin içində mən səni seçdim gəldim. Bəyimizə bax, bəyimizə, qadaq dəyməsin bəyimizə, bəy gəlinə çox yaraşır, gəlin də qəşəng bəyimizə. Əziz dostlar, indi nişan mərasimi və bir yerdə üzüklə bağlı tədbiri görürük. Xahiş edirəm bəyimizdən üzüyü təqdim eləsin və biz hamımız bunu şahid olaq. Zəhmət olmasa, deməli, üzüyü təqdim eləmək üçün gəlinimizin bacısı Çiçək xanıma müraciət edirik. Çiçək xanım üzüyü təqdim edir. Çox rica edirəm sizdən, onu alqışlayaq. Xahiş edirəm sizdən. Xahiş edirəm. Mübarək olsun, mübarək olsun, mübarək olsun. Qoşa qaryasız, oğullu uşaqlı olasınız dostlar. Mübarək olsun. Orucəli bəyi, Çinarə xanımı ürəkdən alqışlayıram mən, ürəkdən. Nə gözəl bir anlardı, ilahi, nə gözəl bir anlardı. Məni sevməyirsən, sevmə əzizim. Daha niyə mənə düşmən olursan, mən sənin eşqinlə hər zaman yandım. Sən isə yandıran bir şam olursan. Əziz dostlar, belə bir məqamda bayaq dediyim kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsi adından nikahın təsdiqlənməsinə bağlı şəhadətnaməni mən təqdim edirəm. Belə ki, İbrahimov Orucəli Rafiqoğlu bəy və onun xanımı İslami adla desək zövcəsi, həyat yoldaşı burada bir ifadə deyəcəm, amma küsmüyün məndən. Arvad sözünü bəyənmədiyimə görə o sözü işlətmədim. Mən ona zövcə dedim. Buna görə də Süleymanova Çinarə Elşad qızını bəyimizin ömür gün yoldaşı elan edirəm mən. Gürültülü alqışlar istəyirəm dostlar. Onların bu gözəl izdivacından balaca bəbələrin sonra bu məkanda Müşfiq bəyin bu məkanında ad günlərini, növbəti şənliklərini keçirdəcəyik.
Düzdür. İndi isə təqdim edirəm sizə gözəl musiqi ilə bu. Hadi bakın. Ben bir daha bakın. Kanalına. Bakın. Bakın buraya bakın. Bir de bakın. Bir daha bakın bırakın.